İzləyicimizdən biri qaz yumurtası və toyuq yumurtaları vermişdi. Öz heyvanları oturmurdu yumurtanın üstündə. Onları çıxartmağı xahiş eləmişdi. İndi onları yoxlayacaq ki, hansıları doludur, hansıları boş. Ayın 15-i qoymuşdum yumurtaları və hal-hazırda ayın 23-üdür. Onlardan açığı yoxlamışam artıq. Göstərmək istədiyim odur ki, dolu olan necə olur, boş olan necə. İlk öncə toyuq yumurtasını götürüm. Dolu olan, baxın bu formada olur. Baxın burada damarlar görürsünüzmü? Damarlar diqqətlə baxanda görünür bu hissələrdə. İndi başqasını da göstərim sizə. İndi qazı göstərəcəm. Bu qaz yumurtasıdır. Böyüklüyündən də göründüyü kimi. Maşallah bu qapqaradır demək olar. Tam demək olar ki, hazırdır bu. Damarlar üç başlarda əslində görünür. Damar görünən bir qaz yumurtası tapacaq. Yox, damar görünən tapmadıq, amma dolu olan belə olur, qara. İndi dolu olmayan necə olur onu göstərəcəm sizə. Qazların hamısı dolu idi maşallah toyuqlarda, amma dolu olmayan var idi. Misal üçün bu. Baxın. Lampa kimi necə parıldayır. Başqasını göstərim. Dolu olmayan, baxın belə lampa kimi parıldayır. Dolu olanı bir də göstərim sizə. Bu dolu olan toyuq yumurtasıdır. Baxın qara. Diqqətlə baxanda da damarlar görünür. Baxın buralarda. Bu isə dolu olmayan.